ki, Xəzər rayonu əhalisinin də dostu var. Şüvəlanda yerləşən mərkəzimiz qeydiyyat məhdudiyyəti olmadan insanlara sosial müdafiə xidməti göstərir. 24 dekabr 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı Dost Mərkəzinin açılışı olub. Mərkəzdə gün ərzində 250 nəfərə məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, əmək münasibətləri və ümumilikdə 160 adda xidmət göstərilir. Vətəndaşların müəyyən problemlərinin, sosial problemlərinin həllində iştirak etmək bir fərd olaraq məni məmnun edir. Və bu səbəbdən də mən 6 ildir burada artıq fəaliyyətimi davam etdirirəm və gələcək planlarda da vətəndaşa xidməti özümə əsas hədəflərdən biri olaraq görürəm. Vətəndaşlarımıza xidmət göstərənlər təkcə sosial agentlər deyil, bizim könüllü dostlarımız da var. Könüllü dost proqramı üzrə mərkəzimizdə vətəndaşlara xidmət edən 40-a yaxın könüllümüz var. Xoş gəlmişsiniz. Növbə çekinizə baxa bilərəm. Gəlin zəhmət olmasa. Onlar sizi qarşılayır, xidmət pəncərəsinə ötürür və mütləq xidmət keyfiyyəti barədə rəyinizi alırlar. Bura gəldikdə insanların nə üzrə müraciət etdiyini görərək, onlara informasiya verərək və əməkdaşlardan təbii ki də informasiyalar alıram. Onlar bizə çox kömək edirlər, dəstək olurlar. Eləliklə mənə daha çox informasiyalar, məlumatlar almış oluram. Biz sosial xidmətlər cəhətdən üzərimizə düşən işləri məsuliyyətlə görürük. Bəs vətəndaşlarımız bizim haqda nə düşünür? Özüm himayədar ailəyəm, bundan məmnunam və nəsə bir problemlərim zadım olanda gəlirəm, sağ olsunlar. Burada yəni sevə-sevə, gülə-gülə yəni mən yola verirlər, necə deyil, işimə baxırlar, köməklik göstərirlər. Allah hamısına razı olsun, mən hamısına razıyam. İşlə bağlı, təmin olunmaqla bağlı gəlmişdim. Çox razı qaldım. Yəni əməkdaşların məlumatlandırılması çox yüksək səviyyədədir. Mən başqa yerlərdə də olmuşam. Yəni Dost Mərkəzi daha yüksək xidmət verir. 2 saylı Bakı Dost Mərkəzi 6 illik xidməti ərzində 402 mindən çox vətəndaşa xidmət göstərib. Dost 4 milyonuncu vətəndaşını da bu mərkəzdə qəbul edib. Həmin vətəndaş Buzovna sakini idi. Vətəndaşa 4 milyonuncu vətəndaş olması münasibətilə mərkəz tərəfindən agentlik rəhbərliyinin iştirakı ilə sertifikat təqdim olundu. Həmin vətəndaş mərkəzdə reabilitasiya vasitələrinin əldə olunmasına bağlı müraciət eləmişdi. Və onu da bildirmək istəyirəm ki, qeyd elədiyim istiqamətlər həm əmək pensiyaları, həm sosial müavinətlər, əlillik, sosial xidmət istiqamətində bizim alt xidmətlərimiz mövcuddur. Vətəndaşlar hər bir istiqamət üzrə, hansı ki həmin vətəndaş müraciət eləmişdi, əlillik istiqaməti üzrə alt xidmətlərdən yararlana bilirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərini bir pəncərədən 7 mərkəz, 1 filial və 3 məntəqədən qeydiyyat məhdudiyyəti olmadan ala bilərsiniz. Yox, əgər olduğunuz yerdən bizə daha tez çatmaq istəyirsinizsə, o zaman e-sosial.gov.az saytına daxil olaraq və yaxud e-sosial mobil tətbiqi vasitəsilə dost xidmətlərindən rahatlıqla istifadə edə bilərsiniz.